İkinci Dünya Müharibəsindən sonra dünya bir qütblü oldu. Yalnız bir dənə ABŞ vardı, onun hökmranlığı vardı və hamı dünya onun qurduğu qaydalarını oynamalıydı. Bunun səbəbi aydındır. Dünya müharibəsi, İkinci Dünya müharibəsi baş vermişdi. Avropa çox zəifləmişdi. Asiya hələ ki güclənməmişdi. Afrika təəssüflər olsun ki, indi nə qədər iqtisadi baxımdan zəif bir ölkə olaraq qalır və bütün bu 20-ci əsrdə ən böyük qüvvə ABŞ olaraq bərqərar olmuşdu. ABŞ-nin bir vizyonu var idi ki, öz maliyyə imkanları ilə öz mədəniyyətini bütün dünyaya yaysın. Bununla onun fəlsəfəsi ondan ibarətdir ki, əgər hamı Amerikalı kimi düşünsə, Amerikalı kimi geyinsə, Amerikalı kimi yemək yesə, prinsip ki, Amerikalılara təhlükə olmayacaq. Çünki hamı eyni mədəniyyətə sahibdir və bu Amerikanları qoruyur. Onların da narahatlığını anlamaq olar. İki dənə dünya müharibəsi olubdur. İkisi də Avropada olubdur və ABŞ necəsə buna çəkilibdir və xərc və zərər çəkibdir. Pearl Harboru götürə bilərik, bir xeyli itki veribdir ABŞ-nin özü. Onları da anlamaq olar bu perspektivdən. Və onlar sistemi belə qurmuşdular ki, hər bir şey onların razılığı ilə baş verə bilərdi. Bu istəyir siyasi dəyişikliklər olsun, istəyir ehtiyatlar, neft-qaz ehtiyatlarının paylaşılması olsun, istərsə də ticarət olsun. Bu çox vacibdir bizim Azərbaycanın rolunu anlamaq üçün.